Müharibə veteranlarına verilən sosial ödənişlərin məbləği və mexanizmi ilə bağlı yeni yanaşmalar gündəmə gəlib. Maraqlıdır ki, müharibə veteranları və onlarla yanaşı birinci və ikinci qrup əlilliyi olan veteranlar üçün də fərqli məbləğ təyin oluna bilərmi? Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, belə bir qərarın verilməsi mümkündür və həm də arzu olunandır. Onun sözlərinə görə vətəndaş kimi birinci və ikinci qrup əlilliyi olan veteranlar üçün xüsusi məbləğin tətbiq edilməsi məqsədə uyğun olardı. Hazırda müxtəlif ödənişlər mövcuddur və bunlar pərakəndə şəkildə həyata keçirilir. Yaxşı olardı ki, bütün bu vəsaitlər bir mərkəzdə cəmlənsin. Ekspert qeyd edib ki, Nazirlər Kabinetinin vahid qərarı ilə bu məsələ birdəfəlik həll oluna bilər. Bu halda veteranlarımız üçün nə qədər məbləğ ayrıldığı aydınlaşar və onlar bunu əvvəlcədən bilərlər. Bu həm şəffaflıq, həm də sosial təminat baxımından daha düzgün yanaşmadır. Cəfərli onu da əlavə edib ki, belə bir mexanizmin tətbiqi müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılmasına müsbət təsir göstərər.